Dünən 31 yanvar tarixində 8 milyon səhifəli yeni məlumatlar yayımlandı. Minlərlə uşağın parçalanması, üzərlərində aparılan təcrübələr, zorlama görüntüləri və siluetləri, qlobal uşaq alveri, uşaqlara qarşı müxtəlif işgəncələr və daha nələr. Bunların icraçıları isə bugün dünyada beynəlxalq hüquq, insan haqları və bir çox dəyərlərin müdafiəçisi kimi çıxış edən ölkə liderlərindən tutmuş, texnologiya nəhənglərinə qədər göz önündə olan kapital sahibləridir. Hələ qarşımızda açıqlanacaq milyonlarla dosya var. Nələri görəcəyimiz çox aydındır. Bu gördüklərimiz hər hansı bir məlumat sızması deyil, hüquqi prosesdə nəzərdə tutulan bir vəziyyətin hissəsidir. Epstein dosyalarının açıqlandığı prosesi artıq xatırlayırsınız. Son anda Trump'ın təzyiqi ilə bu mərhələli dosya açılışına çevrilmişdi. Burada hər açılan dosya bir əvvəlkindən daha şiddətli və ürək bulandıran şəkildə irəliləyir. Bu isə o deməkdir ki, daha çox iyrəncliklər görəcəyik. İndi isə işin şou tərəfini kənara qoyub prosesi anlayaq. Epstein sadəcə bir pozğun deyil, o Leslie Wexner tərəfindən var edilmiş bir adamdır. Heç vaxt izah edilə bilməyən uğursuz bir adama, yəni Epsteinə bütün sərvətini bir anda əmanət edən və sonra onu bugünkü qlobal şantaj və cinayət dünyasının hakimi mövqeyinə gətirən adamdır. Leslie Wexner Amerikada doğulmuş Yəhudi bir ailənin övladı idi. Orta təbəqəli bir ailədən gəlsə də istehlak sektorundakı işləri və sonda Victoria's Secret'i satın alması ilə yüksəlişə keçdi. Victoria's Secret o dövrdə kiçik bir şirkət idi. Wexner onu qadın alt paltarı bazarında lüks bir mövqeyə gətirdi. Beləliklə 90-cı illərə gələndə Wexner Ohio'nun ən zəngin adamı idi. Təbii ki, burada klassik bir kapitalist hərəkəti də görmüşdük. Wexner sadəcə zəngin deyildi. O, ABŞ siyasətinin ən mühüm donorlarından biri idi. Xüsusilə anasından gələn siyasi iş dünyası əlaqələrini daha aktiv dəstək prosesinə çevirmişdi. Hətta birbaşa əlaqəsi olmayan aktyorlara da çata bilmək üçün Wexner Family Foundation qurmuşdu. Bu şəbəkə birbaşa iş əlaqəsi olmayan, lakin dolayı yolla müdafiə və təsir təmin edən şəxslərlə əlaqə qururdu. Wexnerin şəbəkəsi artıq Wall Street daxil olmaqla mühüm idarə heyəti üzvləri, maliyyə məsləhətçiləri, ən mühüm hüquq büroları və bugün belə adlarını bildiyiniz o dövrdə hələ yeni olan siyasətçilərdən ibarət idi. Wexner ailəsi bütün bunları maliyyələşdirərək siyasət və iş dünyasında açar rolunu oynayırdı. Şirkətlər, maliyyə, hüquq, siyasət, akademiya, media. Əlbəttə ki, ABŞ kimi kapitalist bir ölkədə bu tək yol deyildi. Ancaq onsuz da Wexner yeganə açar deyildi. O, Yəhudi diasporasının kilit nöqtəsinə çevrilən bir insan idi. Bəli, Wexner ən böyük Yəhudi diasporası olan Mega qrupun qurucusudur. Nəticədə bir nöqtədə bu şəbəkənin görünən aktiv bir üzünün olması qaçılmaz idi. İndi buranı daha yaxşı anlamaq üçün bir nöqtənin təkrarən üstündən keçməliyik. Epstein və Wexnerin yollarının kəsişməsi 1980-ci illərin sonlarına təsadüf edir. Wexner ABŞ-nin ən güclü pərakəndə satış patronlarından biri, milyarder və siyasi, akademik, sosial mühitlərdə nüfuzlu bir fiqur idi. Sərvəti və şəbəkəsi tamamilə yerində idi. Epstein isə tam mənasıyla heç kim idi. Bərbad və qısa bir Wall Street təcrübəsi, bir Stearns şirkətindən problemli ayrılış və maddi siyasi gücü olmayan bir insan. 1982-1985-ci illər ikilinin eyni mühitdə tanış olduğu dövr idi. Wexner zirvədəykən Epstein ilə tanış olur və onu iş dünyasına üstün bir zəka kimi təqdim edir. Bu uğursuzluqlar zəncirinə baxmayaraq, Epstein arxasına dövrün nəhəngi Wexnerin gücünü almış olur. Bundan sonrası isə daha maraqlıdır. 1991-ci ildə Wexner kimi yüksək kalibrli və zəki bir adam qurduğu imperiyanın bütün gücünü Epsteinə verən bir etibarnamə imzalayır. Artıq Epstein Wexnerin adından imzalar ata biləcək, pulunu idarə edəcək, onun adına daşınmaz əmlak alıb satacaq və borclana biləcəkdir. Bu öz-özlüyündə qeyri-real bir təslimiyyətdir. Bu ilk baxışda belə bir fikir yarada bilər.
Epstein bunu şantajla etmiş ola bilərmi? Ancaq irəliləyən prosesdə bunun şuurlu bir hərəkət olduğunu onsuz da anlayacaqsınız. Artıq Epstein hər şeyə sahib kimi görünsə də, əslində heç nəyi olmayan bir şəxs idi. O, artıq Yəhudi lobbisinin ən mühüm çətiri olan Mega qrupun qurucusunun kuklası idi. Və gördüyümüz kimi, burada qarşımıza yenə Mega qrup çıxır. Mega qrup əvvəllər Wexner və Bonfman tərəfindən qurulmuş Study Group adlanan bir struktur idi. Bir çox yazılarda bu struktur Yəhudi kimliyini gücləndirmək və xeyriyyəçilik etmək üçün toplanan təxminən 25-50 nəfərlik ultra milyarderlər klubu kimi görünə bilər. Ancaq kəşfiyyat qeydlərində bu struktura tək bir ad verilib: Kölgə kabineti. Kölgə kabineti az əvvəl qeyd etdiyim güc əlaqələrini quraraq ABŞ daxili siyasətini və xarici siyasətini dizayn edəcək nəhəng kapitalı təsir əməliyyatlarına çevirən bir struktur idi. Kölgə kabinetinin nüvə heyəti bu şəxslərdən ibarət idi: Leslie Wexner, logistika və əməliyyat sahəsi; Charles və Edgar Bonfman, qlobal diplomasiya və müdafiə qalxanı; Steven Spielberg, media və ictimai rəyin idarə edilməsi; Michael Steinhardt, maliyyə axını və ideoloji infrastruktur; Ronald Lauder, sosial prestij və Avropa əlaqələri; Max Fisher, nüvə komandada olmasa da üst ağıl və ən yüksək diplomatik şəxsiyyət idi. Bronfmanlar isə qrupun əsl ağırlıq mərkəzi idi. Onlar Siqram imperiyasının nümayəndələri idilər. Ataları Samuel Bronfman Rusiyadakı təzyiqlərdən qaçaraq Kanadaya köçmüşdü. 1920-ci illərdə ABŞ-dəki spirtli içki qadağası dövründə qaçaqmalçılıq yolu ilə nəhəng sərvət toplamışdılar. Max Fisher beynəlxalq münasibətlərdə ona Kingmaker, kral yaradan deyirlər. Nixondan Bush'a qədər bir çox ABŞ prezidentinin birbaşa məsləhətçisi olub. 1973-cü il Yom Kippur müharibəsində Nixonu hərbi yardıma razı salan şəxsdir. Epstein və Wexner təsadüfən tanış olmamışdılar. Burada kritik bir ad var: Robert Jaffe. Wexner və Epstein birləşəndə Epsteinin əlində Tower Financial üzərindən qazanılmış $400 milyon qeyri-qanuni pul var idi. Wexnerə bu cür çirkli işləri görəcək bir profil lazım idi. Epsteinə isə bu pulu sistemə daxil edəcək böyük bir şirkət. 1991-ci il hər mənada dönüş ili oldu. Sovetlərin dağılması, Mega qrupun qurulması, Epsteinin tam səlahiyyətləndirilməsi və soyuq müharibədən sonraki dünya siyasətinin monopoliyaya alınması və bütün bunlar bəşəriyyət tarixinin ən iyrənc, qeydə alınmış cinayətləri ilə təmin ediləcəkdi. Bu hissədə Epsteinin əslində kim olduğunu və onun kimlər tərəfindən yaradıldığını gördük. Növbəti hissədə isə bu qaranlıq şəbəkənin qanlı fəaliyyət mexanizmini ifşa edəcək, sonda isə imperiyanın bu gününü və izləri itirmək üçün həyata keçirilən böyük təmizlik əməliyyatlarının pərdə arxasına işıq tutacağıq. Hazır olun, hələ hər şey yeni başlayır.